Salam hörmətli izləyicilər, xoş gördük sizləri Quşlar TV kanalında. Əziz izləyicilər, bugün istərdim sizə lal ördək ballarına və yaxud digər də ördək ballarına tut vermək olarmı? Bu haqda danışıb məlumat vermək istərdim. Çünki bir çox abunəçim bu haqda yazır ki, ördəyə, yəni səsli ördəyə, ondan sonra lal ördəyə tut vermək olarmı? Həmçinin də qaza. Ona görə istədim bu videonu çəkəm, sizinlə paylaşam. Videomuza keçməmişdən öncə, yəni mövzumuza keçməmişdən öncə İndi artıq keçək da xahiş edərdim ki, əgər mövzumuza. kanalımıza abunə deyilsinizsə, Deməli, abunə əziz olun. izləyicilər, lal Videolarımıza ördəklərə, da artıq ümumiyyətlə də da xahiş ördək edərdim balalarına, ki, qaza like olun. tut vermək düzgün deyil. Tut yeyən ördəkdir, qazdır, ondan sonra həmçinin toyuq cücəsi, hündüşka cücəsi bu onlarda qarın ağrısı yaradır. Həmçinin də ölümünə səbəb olur. Xüsusən də ördəkdə, qazda. Yəni ördək qaz əgər tut yeyirlərsə, indi tutun tərkibində belə deyək də şəkər çox olduğundan ya nədirsə bu ördəyi qazı biraz belə inkişaf eləməkdən kəsir. Baxmayaraq ki, şəkər xeyirdir da, yəni cücələrə balaca vaxtda şəkər veririk. Ancaq bax inkişafdan bu tut verəndə inkişafdan kəsir, belə cırraşdırır sanki. Yəni məndə olub da, məndə yox, daha doğrusu nənəmgildə olubdu. Tutun altına buraxırdılar, səsli ördəklər idi, yeyirdilər. Və görürdün ki, belə deyim, şey olurlar, inkişaf getmir, balaca qalırlar belə bir cürə və ölürdülər. Ona görə o vaxtdan yadımdadır ki, elə çox insanlardan da eşitmişdim ki, tut vermək, yəni belə buraxasın, indi belə çöləzdə buraxanda özləri gidə bir dənə, 2 dənə, 3 dənə belə yeyərlər. O ayrı, amma gündə tutu qabaqlarına tök, tutun altında saxla, getsinlər, yesinlər, eləsinlər. Bu ördəyi, lal ördəyi, səsli ördəyi, ondan sonra qazı qıracaqdır. Ona görə əziz izləyicilər, bunu verməyiniz məsləhət deyil. Tut yeyən ördək, qaz, həmçinin toyuq cücəsi, hündüşka cücəsi həm ölümlə üzləşəcəkdir əziz izləyicilər, həm də belə deyək, inkişafdan qalacaq qarın ağrısı, müəyyən xəstəliklər baş verəcəkdir. Ona görə əziz izləyicilər, niyə ağrımaz başınızı ağrıdırsınız? Cücələrə tut verirsiniz. Yəni cücə deyəndə, yəni ördək balası, qaz balası, elə bütün də ev quşlarının balasına tut verməyin. Ümumiyyətlə əziz izləyicilər, belə dedim, ördək balası, qaz balası, toyuq cücəsidir, nə bilim hündüşka balasıdır. Yaxşı inkişaf elətdirməyini istəyirsinizsə, çıxan gündən başlanğıc yem verin. Ondan sonra da bir həftə zat keçin şəkərli yemə. Onları verəndə, yəni 2 ayına, 3 ayına kimi onları versə, cücələriniz böyük cücələr olacaqdır. Yəni bir ayına kimi o xırdasından verin, bir ayından sonra da əgər götürsələr, yəni yaxşı yekəliflərsə, götürürlərsə, böyüyündən verin. Daha o granula yemi olan. İndi ola bilsin ki, indi bəzilərində inkişaf, düzdür, onu yeyən cücənin inkişafı yaxşı olur, toyuq, ördək, qaz, hündüşka. Amma indi belə deyək də, biraz ola bilər ki, şey olsun, balaca qalsın. Onda hələ ki balacadan verin. Amma o yekəndən sonra bir ayından sonra, bir ay, məsələn 40 gündən zatdan sonra o granula yeminin belə deyərdim, böyüyünə keçə bilərsiniz. Onu yeyən cücələr, ördəklər, qaz balları, hündüşka balları çox yaxşı inkişaf edir və bir çox xəstəliyə belə davamlı olur. Çünki onun içində vitaminlər olduğundan, onun adı nə idi? Yəni mikro, makro elementlər olduğundan toyuğu, cücəni, ördəyi, qazı balalarını, hündüşka balalarını yaxşı inkişaf elətdirir və bir çox xəstəliklərdən qoruyur. Yəni ondan verin. Arada da nə bilim göyərti zat, bax belə şeylər verin. Yəni tutdu, nə bilim digər şeylərdir, qarın ağrısı yaradan yemlər verməyin də. Yəni bəziləri deyir biraz şey olsun, belə deyək, yemin qarşısını alsın, tutsat verirlər, ancaq tutsat vermək düzgün deyil.
Yəni bax belə əziz izləyicilər, bu haqda istədim çəkəm bir video paylaşam. Yəni ördək balalarına, lala, səsliyə, qaza tut vermək olarmı? Çəkəm onu paylaşam. Olmaz, ziyandır. Həm öldürür, həm də inkişafdan xəstəliklər kəsir və xəstəliklər yaradır. Bax belə, bu qədər. Hər kəsə təşəkkürlər. Kanalımıza abunə olun, videolarımıza da like qoyun. Sağ olun, salamat qalın əziz izləyicilər.